Xanım Fatimə Zəhra elə bir xanım olub ki, onun ətrafında olanlar onun yolunda ölümə gedərdilər. İndi əsrlər keçib, indi də gedərlər. Amma indi də gedərlər. Yəni o cür qadın haqqında bir heç olmasa sənədli film çəkilsin. Peyğəmbərin əmsini oynayan aktyor var. O deyir, mən aylarla o səhrada o təcrübəni keçdim, aylarla bu praktikanı apardım ki, mən o cür şəxsiyyəti canlandıracağam. Məsələ belə ciddiləşəndə ki, xanım Zəhranı oynamaq lazımdır, hansısa bir aktrisamız onu oynamalıdır. Hə, onun işi çox ağırdır. Onun işi çox ağırdır. Məşəddə Səidə ilə oxuduğum 2 rükət məşəd namazını oxudum, ağlaya-ağlaya. Həmin gün mən anamı tapdım. Gittim axtarışa, özüm tapdım anamı. İnsanlarımıza maarifləndirici, tərbiyəvi nələrsə bəxş edəcək filmlər. Niyə belə bir ssenarilər yoxdur? Mövzulara niyə toxunulmur? Məhəmməd Peyğəmbər haqqında eşitmişəm, Əli haqqında eşitmişəm. Amma mən Həsən Hüseynlə bağlı mənim heç bir anlayışım olmuyor. Mən bu gecə səhərə kimi ağlamışam. İndi xanım, Həzrəti Yusif filmini səsləndirməyə lazımdır. Hamı məsləhət gördü ki, siz Züleyxanı yazasınız. Çünki o sizə oxşayır ya da siz onu oxşayırsınız. Nə qədər, neçə seriyadır? Deyir 45 dedim, nə? Yox, demək istəyirəm, ağzımdan çıxır hə. Dilim söz tutmayan vaxtda mən kəlmə şəhadətlə yatmışam. Nənəm deyib təkrar eləmişəm. Hətta şiddət görüb, ilmi də ona görə gizlədilir, gecə vaxtı dəfn olunub. Son Peyğəmbərimiz, Məhəmməd Peyğəmbərimizin Xədicə xanımdan olan qızıdır. Salam, xoş gördük dəyərli izləyicilər. Ən gözəl nümunəyə baxırsınız. İlahi şəxsiyyətlər obraz deyil, həqiqətin özüdür. Onlar elə yaşadılar ki, həyatları qalaq-qalaq kitablara, filmlərə çevrildi. İnsanlığın, ədalətin, gözəlliyin timsalı oldular. Bugün həmin gözəlliklərdən danışacaq. Təbii ki, həm söhbətlərimlə bərabər. Qonaqlarımız xalq artisti Həmidə Ömərova, aktyor Səmimi Fərhaddır. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Xoş gününüzə gəlir. Sizcə insan necə yaşamalıdır ki, özündən sonra onun haqqında kitablar yazılsın, filmlər çəkilsin? Hər ikinizə ünvanlanır bu sual. Düşünürəm ki, ilk Həmidə xanım cavablandırsın. Birinci növbədə mən fikirləşirəm ki, insan ona görə yaşamamalıdır ki, haqqında kitablar yazılsın, filmlər çəkilsin. İnsan insanlara görə yaşamalıdır. İnsanları duymalıdır, mərhəmətli olmalıdır, sədaqətli olmalıdır. Fatimə Zəhradan qalan ən gözəl xüsusiyyətləri, mən qadınlara bunu əks eləyirəm, özündə cəmləşdirməlidir. Və hər bir insanın elə bir ki, həyatında bir sınaq olur. Müxtəlif sınaqlardan çıxmalı oluruq və hər bir sınaq bizim üçün bir imtihandır. Və bu imtihandan çıxmağımızdan asılıdır bizim taleyimiz, sonraki yolumuz. Həyatımda elə çətin məqamlar, elə çətin anlar olub ki, mən demişəm ki, bundan sonra yaşamaq mümkün deyil. Amma Allah Taalan mənə güc verib və bundan sonra yolumu davam elətdirmişəm. Və məni ən çox sındıran, həyatdan bəzən küsməyə vadar eləyən insanların laqeydliyidir. Bir-birlərinə olan etibarsızlığıdır, sədaqətsizliyidir. Qısaca bu qədər. Buyurun. Həmidə xanım o qədər geniş şəkilləridir. Vallahi, mən də Həmidə xanıma qoşuluram. Mən düşünmürəm ki, insan haqqında nələrsə yazılsın deyə, sonradan təbii ki, hamımız bir rəhmətə çalışırıq. Bəli. Ki, haqqımızda bir rəhmət deyən olsun. Aydın məsələdir. Amma mən bilən Dostoyevskinin sözüdür də, deyir, dünyada ən çətin şey hər gün insan qalmaqdır. Hər gün insan qalmaq kifayət eləyir, bacarmaq onu kifayət eləyir ki, elə yaxşı insan olasan, kitab da yazmasalar, arxanca bir rəhmət oxuyan olsun. Bax, əslində çox maraqlı bir görüşdür. Bugün hər iki qonağımız da sənət adamlarıdır. Mən çox istəyərdim ki, Həmidə xanım, siz müsahibələrinizin birində qeyd eləmişsiniz ki, sənət insanın ruhuna toxunmalıdır. Əgər ruha toxunmursa, səs və görüntüdən ibarət bir şeydir.
Ümumiyyətlə sənət deyəndə böyük bir aləm nəzərdə tutulur. Məsələn, musiqi sənətindən danışsaq, biz elə bir musiqi əsəri ola bilər ki, həqiqətən bizim daxilimizdə bir təlatüm yaradar. Məsələn, hansısa gözəl bir rəsm əsərinə baxsaq, biz orada çox ruhumuza toxunan nələrsə görə bilərik. Bəs aktyor necə ruha toxuna bilər? Aktyor sənəti ümumiyyətlə elə mürəkkəb bir peşədir. Kənardan yüngül görsənir, yəni çox belə asan görünür. Amma o qədər dərin və o qədər çətin bir peşədir ki, bilirsiniz, ekran, nə qədər ki teatr var idi, şərtilik var idi. Amma kino dünyaya gələn, meydana çıxandan sonra, xüsusən televiziya meydana çıxandan sonra o saxtakarlıq, o oynadığın hətta gözlərindəki o səhv ifadə və s. onlar üzə çıxmağa başladı. Çünki deyirsiniz, ruhdan danışırsınız. Aktyor əgər özünü, onu oynadığı o rolu ruhən oynamasa, özünə, öz cildinə, öz qəlbinə salmasa, o qədər süni alacaq ki, onu gizlətmək olmayacaq. Teatrda mümkündür. Səslə, bu teatrın özünün səhnəsi bunu tələb edir ki, ən arxa cərgədə, 40-cı cərgədə oturan tamaşaçı üçün oynayasan ki, səsin eşitsin, plastika oynasın. Amma kinoda, ekranda bu mümkün deyil. Əgər sən səsinlə oynayırsansa, amma gözlərin boşdursa, gözlərin başqa şey ifadə edirsə, ruhun susursa, tamaşaçını allatmayacaqsan. Mümkün deyil. Ona görə də müasir aktyor üçün sizin dedikləriniz daha çox indi media aktyorlarına aiddir, audio-vizual sənətə aiddir. Məsəl üçün, siz də indi ekran qarşısındasınız, mən də nə qədər səmimi isə, nə qədər qəlbən bunu deyirsə, ruhla deyirsə, yəni ruhumuz bunda iştirak edirsə, o qədər təbii alınır. Amma var elə dahi aktyorlar ki, allada bilirlər. Zaten aktyorun işi allatmaq deyil, inandırmaq. Amma inandırmaqdır, bəli. Yəni Bədii istər üsul. texniki tərəfdən əldə eləsin, istər necəsə inandırmalıdırsa bu adam, əsas inandırmaqdırsa. Çünki əgər sənə inanmırlarsa, deməli, heç nə oynamamısan, sən obrazın ruhunu ifadə eləyə Var, bilməmsən. baxırsınız, aktyor əziyyət çəkir. Mən inanmıram da, qardaş, mən inanmıram. Çox əziyyət çəkir, baxırsan ki, rolunun üzərində çox çalışıb, əziyyət çəkib. Yoxsuz gecələr keçirir. Amma inanmıram. Nəticə etibarilə mən inanmıramsa. Qəbul eləmirsiniz tamaşaçı kimi, yəni onun oyununu. Hətta tərəf müqabili kimi qəbul eləmir. Eyni zamanda tərəf müqabili kimi də. Bu da önəmli məsələlərdən biridir. Bax, aktyor oyunundan danışdınız. Maraqlıdır. Məsələn, filmdə və tamaşada, teatrda aktyorlar üçün müsbət və mənfi rollar olur. Yəni, müsbət rol belədir ki, tamaşaçı tərəfindən onsuz da, yəni müsbətdir deyə ən azından pozitivlik ötürür. Amma mənfi rolu ifa etmək həddindən artıq məsuliyyət tələb edir. Zaten ədəbi material müsbət rol üçün işləyir də, ona çalışır. Çox çətindir. Yəni, həyatımızda da mənfi obrazlar kifayət qədərdir bizim. Yəni, bu da filmlərdə, teatrlar, tamaşalarda da məhz elə həyatdan götürülür bu mənfi obrazlar. Necə düşünürsünüz? Məsələn, sizin yaradıcılığınızda mənfi obrazlar var. Bəs o mənfi obrazları oynadıqdan sonra o ab-havadan necə çıxa bilirsiniz? Ruhunuzu oradan xilas eləyə bilirsiniz? Və bu necə baş verir? Mənim mənfi obrazlarım qədər müsbət obrazlarım da var. Amma mən o müsbətdə də ilişib qalmamışam. Yəni, hamımızın həyatda bir ailəmiz, bir genetik və yaxud bir hərəmiz bir bölgədənik, hərəmizin öz mentaliteti, öz mədəniyyəti falan. Mən daha yaxşı olar ki, elə səmimi kimi qalım, həyatımı davam edeyim. Oynadığım personajlarda tamaşaçılar özləri dəyər versin, qiymət versin. Amma qaldı ki, o mənfi obrazlara mən elə sənətimin daha çox, necə deyim, daha çox o mənfi obrazlara minnətdaram. Düzdür. Bilirsinizmi niyə? Bayaq dediyimiz kimi də müsbət qəhrəmana onsuz da ədəbi material özü xidmət eləyir. Sən onu biraz pis də oynasan, ala yarımçıq da eləsən, nəsə eləsən, onsuz da sənin həmkarların da,
Şahı əyanları oynayır. Yəni ümumiyyətlə sən sevilirsən. Baş qəhrəmansansa və yaxud müsbət qəhrəmansansa, onsuz da sən sevilirsən. Amma biri də var ki, mənfi qəhrəman. Bəzən görürsən ki, mənfi qəhrəmandır. Adam aktyordur, gəlib mənfi qəhrəman. Özünə həzm eləyə bilmir. İstəyir onu biraz əməllərin yumuşaltsın. Qorxur ki, ona pis adam kimi baxacaqlar, pis adam kimi. Yox, əksinə elə deyil. Əksinə sən onun Rusların bir sözü apravzaniyası var da, o hər elədiyimiz işin bəraətini deyək də, bəraətini o mənfidirsə də, sən öz obrazının vəkil olmalısan bir növ. O mənfi obrazında vəkil olmalısan, ona bəraət qazandırmalısan. Oturub rejissorla danışanda, işi əvvəlcədən pişirəndə ki, bu belə xarakterdir, rejissor istiqamət verir axı adama ki, mən bunu biraz belə görürəm, indi sənə necə yaxındır falan filan, belə müzakirələr olanda təhlil eləyirik. Orada mən o pis rolun bəraətini verməsəm, yəqin ki, o rejissor da mənə inanmaz. Mütləqdir ki, bəraət qazandırasan öz elədiyin pisliklərə. Bir əcəb eləmişəm var içində. Onu eləməsəm, mən onu oynaya bilmərəm. Aydındır. Məsələ bu. Yox, maraqlı bir məqama gəldik. Biz mənfi obrazlardan danışırıq, amma həyatımızda bizə nümunə, örnək olacaq o qədər gözəl şəxsiyyətlər var ki, məsələn, ilahi şəxsiyyətlərdən gedir söhbət. Məsələn, həm də xanım biraz əvvəl xanım Fatimə Zəhranın adını çəkdi. Deyək ki, onun haqqında bir film çəkilir və onun əzəmətini təsvir etmək üçün aktyorluq kifayət edirmi? Yoxsa insanın özünün daxili mənəviyyatı da yəni buna Siz imkan dediyiniz verməlidir? faktura məsələsidir. Bəli, fakturası imkan verir, amma daxili aləm imkan vermirsə, yox, mümkün deyil. Gərək daxilən də hazır olsun ona. Məsələn, necə hazır olmaq lazımdır? Tutaq ki, xanım Zəhra haqqında film çəkilir və o yaradıcı heyət necə hazır olmalıdır? Yəni, aktyor olaraq ilk öncə oynayacağın personajı təhlil eləyirsən. Məsələ belə ciddiləşəndə ki, xanım Zəhranı oynamaq lazımdır, hansısa bir aktrisamız onu oynamalıdır. Hə, onun işi çox ağırdır. Onun işi çox ağırdır. Deyək ki, hansısa bir ilahi şəxsiyyətlərdən, tutaq ki, bir kişi obrazı sizə həvalə edilib ki, məsələn, bu kişi obrazını ilahi şəxsiyyətlərdən birini siz oynayacaqsınız. Çalışdığım qədər mütaliəsini eləyərəm, çalışdığım qədər araşdıraram, çalışdığım qədər. Mən hesab edirəm ki, mənfi rol oynayan aktor xoşbəxt aktordur. Çünki hadisələri inkişaf etdirən mənfilikdir. Mənfilikdir, bəli. Mənfi obrazlar Konfliktlər. olmasa film davam eləyə bilməz. Konflikt yaranmaz. Konflikt olmayan yerdə heç maraq da yoxdur. Konfliktə kim yaradır? Mənfi obraz. Ona görə mənfi obrazlar daha çox yadda qalırlar. Mənfi rol oynamaq, mən də hətta hesab edirəm ki, asandır, nəinki müsbət. Çünki müsbəti çox o qədər yeyilib ki, müsbət personajlar qəbul edilmir. Yəni, amma mənfi obraz diqqəti cəlb eləyir. Düzdür, müsbəti rolu yaratmaq çətindir. Nə barədə? Xüsusilə ilahi obrazları yaradanda. Baxın, tutaq ki, hamının tanıdığı bir şəxsdir, kişilərdən danışaq. Amma cəmiyyət onu yaxşı bir insan kimi tanımır. Bax, söhbət bundan gedir ki, rejissor ona ilahi bir obraz, özdə müsbət rol etibar eləyə bilərmi? Əgər insan daxilən, ruhən düzgün deyilsə, yəni belə eləyək, müsbət deyilsə, o necə müsbət yarada bilər? Xalq tanıyır ki, bu tutaq ki, mən belə kökündən deyim, bu adam tutaq ki, pisdir. Xalq tanıyır və birdən-birə bu müsbət rolda çıxır. Necə ki, bu siz nəyə baxşıyır? Ömrü boyu satirik obraz oynayan aktyor Kramarov kimi birdən istədi Hamlet obrazını yaratsın. Yəni demək istəyirsiniz ki, öz şəxsiyyətində yəni çatışmazlıqlar olan biri ilahi şəxsiyyətləri oynaya bilməz. Dünya kino tarixində belə olub. Məsəl üçün, mütləqdir ki, öz şəxsiyyətində İsa də Peyğəmbər haqqında filmlər çəkiləndə, Moisey, Musa haqqında çəkilən filmlərdə birinci növbədə Hollywood bu faktorları önə çəkib ki, o aktyorun şəxsiyyəti vacibdir. Çünki onu xalq tanıyır. Bilir ki, əgər bu vaxtın bu az cinslərə mənsubdursa və hansısa bir ilahiyyat şəxsi oynaya bilməz. Ən azından layiqlik orada uyğunluğu olmalı. Layiqlik olmalıdır, mütləq.
Bir də ki, oynadığı obrazı, o aktyor özü çox istedadlı olmalıdır. Əslində film ideoloji təbliğat vasitəsidir. Ən güclü mən deyərdim ki, ideoloji təbliğat vasitəsidir və bugünkü cəmiyyətə hətta mən deyərdim ki, mənəvi baxımdan yüksək səviyyədə olan filmlər göstərilməlidir, təqdim olunmalıdır ki, cəmiyyətdə müəyyən bir maarifləndirmə, cəmiyyətin tərbiyəsində müsbət təsir edəcək bir nələrsə ötürülsün. Təəssüflər olsun ki, bugün, yəni hər ikiniz də sənət adamısınız, yəqin ki, mənlə razılaşarsınız. Çox təəssüflər olsun ki, bugün hardasa yox səviyyəsindədir bu cür mənəvi baxımdan cəmiyyətə təqdim olunacaq filmlər. Mən bu aspektdən demək istəyirdim ki, yəni belə bir abu-havada, belə bir irfani bir film çəkilsə, bunun öhdəsindən gəlmək, yəni sizcə burada sənət kifayət edirmi? Yoxsa aktyorun, eləcə də yaradıcı heyətin, hətta mən deyərdim senaristin, rejissorun o daxili mənəviyyatı ona uyğun gəlməlidirmi? Bugün cəmiyyətimizə lazım olan o irfani dediyimiz, o hansı ki insanlarımıza maarifləndirici, tərbiyəvi nələrsə bəxş edəcək filmlər, niyə belə bir ssenarilər yoxdur? Məsələn, bu mövzulara niyə toxunulmur? Hələ ki, sizin dediyiniz o milli mənəvi dəyərlərə cavab verən filmlərimiz çox azdır. Çünki çəkilən filmlərin sayı da azdır. Biz deyə bilərik ki, ildən ilə filmlərin sayı çoxalır, düzdür, çoxalır. Amma təəssüf ki, mən bunu açıq deyirəm, kommersiya filmlərin daha çox çəkilir. Nəinki dəyərlərimizə xidmət edən. Bəli, çünki kommersiya filmlərinə baxın, bizdə kütləvi mədəniyyət daha çox inkişaf edib. Biz televizorda nəyə baxırıq? Millətimiz nəyə baxır? Ən çox nəyə baxır? Şou, verilişlərə, yəni demagogiya xarakteri daşıyan, o onu təhqir elədi, bu bunu söydü, məişət xarakteri daşıyan, dar çərçivədir ki, olan bir. İndi siz belə bir verilişi, biz mənəvi dəyərlərə cavab verən bir verilişə kim baxacaq? Çox az hissə. Həmişə də belə olub. Kinonu kim kəşf eləyib? Kinonu fabrikantlar kəşf eləyiblər. Fabrikantın oğlanları, Auguste və Louis Lumière qardaşları. Onlar aparatı ixtira eləyəndə ilk aparatı deyirdilər ki, bunun gələcəyi yoxdur. Biz bunu ona görə kəşf eləmişik ki, bundan pul çıxaraq, kino bazarında sataq. Onu sonradan sənətkarlar əmələ gəldi. Bu aparatları aldılar, xırda filmlər çəkdilər və yavaş kino biznesdən yaranıb. Və bugün də kinonu inkişaf elətdirən biznesdir. Məsələn, məşhur rejissor tutaq ki, Federico Fellini 8 dənə o dəyərlərə cavab verən sənət əsəri çəkirdi. Amma sonra görürdü ki, maddi cəhətdən çətini çəkir. Bir pauza götürürdü, bir dənə kommersiya filmi çəkirdi ki, məsələn, orkestrin məşqi. Onu 24 saata çəkib o filmi, amma o filmi partlatdı. Yəni, böyük şöhrət qazandı. Rejissorun özünü xaltura saydığı bir film. Hə, rejissorun özünün belə ürək üçün çəkdiyi bir film, ona görə ki, istedad sahibidir. Amma həqiqətdə necədir vəziyyət? Vəziyyət odur ki, bugün biz Azərbaycan kinosunda yaxşı mənəvi dəyərlərə film çəkmək üçün kommersiya ilə mənəvi dəyərlərə cavab verən filmləri birləşdirməliyik, mövzuları. Çünki ona tamaşaçı baxmalıdır, həmin film satışı təmin edilməlidir, kinoteatrlarda getməlidir. Amma kinoteatrlara tamaşaçını cəlb eləmək lazımdır. Tamaşaçı onsuz da yorğundur, işdən gəlir. Bircə bir bazar günü var ki, çıxsın kinoteatra, o bileti verib komediyaya gedər ki, gül əylənsə, yoxsa ciddi problem qaldıran filmə. Mən çox üzr istəyirəm, Həmidə xanım, bu məqamda mən bir nümunə misal çəkmək istəyərdim. Məsələn, biz İslam Peyğəmbəri Məhəmməd Peyğəmbər haqqında çox mükəmməl bir film çəkilib, xaricilər çəkib. Məcid. Çox mükəmməl bir film çəkilib və o film günü bugündə efirdə, hardasa göstəriləndə istənilən kontingentin üzvü, istənilən tamaşaçı oturub o filmə baxır.
Həqiqətən də. Yəni, bu filmin yəni mükəmməlliyindən gedir söhbət. Eyni zamanda orada o mənəviyyatın təqdim olunmasından gedir Bəli, söhbət. bəli. Orada məsələn Peyğəmbərin əmsini oynayan aktyor var. O məsələn mən oxumuşam ki, o deyir mən aylarla o səhrada o təcrübəni keçdim, aylarla bu praktikanı apardım ki, mən o cür şəxsiyyəti canlandıracağam. Görürsüz ortaya necə gözəl, mükəmməl əsər çıxıb. Yəni orada ola bilsin ki, o filmin çəkilişində hansısa biznes nəzərdə tutulub, mən o Yəni o peşəkar filmin pulu tərəflərini olmasaydı o demirəm. film çəkilməyəcəkdi. Amma nəticə etibarı ilə günü bu gün də artıq neçə illərdir o film təqdim olunub. Günü bu gün də hansı televiziyada o film göstərilsin, mütləq onu izləyəcəklər və reytinq verəcək. Həqiqətən izlənmə baxımından reytinq verəcək. Həmdə xanım, bax, biz söhbətimizin əvvəlində xanım Fatimiyə Zəhradan danışdıq. Siz özünüz də onu bir nümunə kimi göstərdiniz, təqdim elədiniz. Əslində, xanım Fatimiyə Zəhranın həyatına nəzər yetirəndə çox mükəmməl bir qadın obrazı yəni görürsən. Hansı ki, o nəinki xanımlara, mən deyərdim ki, yəni bütün bəşəriyyətə nümunə olacaq bir qadındır və o öz zərifliyi ilə bərabər həm də çox güclü, möhkəm bir xanım idi. Necə düşünürsünüz? Bugünün xanımı zərifliyi və möhkəmliyi bir arada öz ruhunda daşıya bilərmi? Mən ümumiyyətlə Fatimə Zəhra ilə maraqlandım. Mənim üçün maraqlı oldu ki, baxın, mən Həzrət Əli filmində Qutam obrazını yazmışam. Səsləndirmisiniz onu. Səsləndirmişəm, bəli. Sonra Həzrəti Yusifdə mən Züleyxa obrazını yazmışam. İndi gəlinimin adı da Züleyxadır. Ümumiyyətlə, ilahi adamlar haqqında film çəkiləndə həmişə cəmiyyət tərəfindən, hətta kino tənqidçiləri tərəfindən bir mənalı qarşılanmır. Çünki hər kəs özü bildiyi kimi onu ilahiləşdirir, ideallaşdırır və onun tam obrazını yaratmaq çox mürəkkəb bir prosesdir. Onsuz da müxtəlif baxışlar olacaq, müxtəlif diskussiyalar olacaq və s. və ilaxıra. Baxın, mən Züleyxa obrazını yazanda, bayaq yolda gələndə danışırdım. Deməli, uşağım balacadır, anam da evdə xəstədir. Elə bir vəziyyətdəyəm ki, bir saatlıq evdən bayıra çıxa bilmirəm. Emil mənə Seni Salamdan zəng elədi ki, rejissor, gənc rejissordur. Həm də xanım, Həzrəti Yusif filmini səsləndirməyə lazımdır. Hamı məsləhət gördü ki, siz Züleyxanı yazasınız. Çünki o sizə oxşayır ya da siz onu oxşayırsınız. Mən də indi istəyirəm deyim ki, deyirəm nə qədər, neçə seriyadır? Deyir 45. Dedim, nə? Yox, demək istəyirəm ağzımdan çıxır, hə. Qəribə bir şeydir. Mən qəlbimlə deyirəm, yox, ağzımdan çıxır, hə. O deyir, hə, sabah gözləyirik sizi. Telefonu qoymuşam, dəstək edirəm, mən neynədim? Sonra getdim mən onu görəndə, dedim, bu qız mənə necə oxşayır. Səsləndirmədən sonra oynan telefon vasitəsilə calaşdırdılar. O mənə öz təşəkkürünü bildirdi. Türkiyədə də səsləndirilib bu film, ərəb ölkələrində, amma heç yerdə Ən çox uyğunluğu olan. Azərbaycandakı kimi, yəni bütün aktyorlar mükəmməl səsləndirmişdilər. Həm də xan, bax, siz qeyd elədiniz ki, İmam Əli filmində Qutamı səsləndirmisiniz. Həzrət Yusif serialında da Züleyxanı səsləndirmisiniz. Maraqlıdır. Bax, biz bayaq, mən sual verdim ki, o ruha təsirdən gedirdi söhbət. Qutam obrazı mənfi obrazdır. Bəli, İmam Əli filmində çox mənfi obrazdır. Və Züleyxa obrazı da əvvəl mənfi kimi təqdim olur, sonra artıq elə bir məqama çatır ki, yəni həqiqətən də hər bir insanın istədiyi bir məqama mən deyərdim ki, bəli, çatır. Çətin olmadı ki, yəni nə baxımdan sizin mənəvi ruhunuzda hansı təsiri buraxdı? Öz mənəvi ruhunuzda. Züleyxa obrazını mən yazarkən həqiqətən də mən o obraza, o insana, o ilahi varlığa, necə ki sonra ilahi varlığa çevrildi, o Allahın yolunu seçdi. Mən bir böyük bir mənəvi təmizlik keçdim. Mən heç yadımdan çıxmaz ki, hətta axı səsləndirmə belədir, qulağında sən orijinal səs eşidirsən farsça, İran filmi və onu oxuyursan, düşməlidir də, tərcüməsini oxuyursan və həm də üst-üstə düşməlidir. Pauza eləyən, ukladka eləyən, ona ukladka deyirlər. Düşməlidir ki, o danışanda səsdən, elə biləsən ki, o danışır. Artikulyasiya düşməlidir və təsəvvür eləyin ki, onun səsi mənə, o aktrisanın səsi mənə mane olurdu. Mən ancaq Züleyxanı öz səsimlə eşitmək istəyirdim. Ona görə
Dublaj tarixində bəlkə çox nadir hala oldu ki, mən rejissora xahiş elədim ki, siz o səsi kəsin. Axı necə qulaq asacaqsan, necə olacaqsa, bizim işimiz olmasın. Mən ekrana baxa-baxa və mən ekrana baxa-baxa onu elədim. O ağlayanda mən də ağlayırdım. O ağzını açanda mən açırdım. O monologu, Züleyxa monologunu deyəndən sonra bunlar hamısı gürültülü alqışlarlar. Mən də ağlayıram filan. Rejissor gəldi qabağımda diz çöktü. Deyir, Həmidə xanım, o knopkanı basmadıq, hamısı pozuldu. Mən yarım saatda o monologu deyirəm, mən nə əziyyətlər çəkirəm, mən mənəvi cəhətdən təmizlənirəm. Mən dedim, yox, mən bunu ikinci dəfə deyə bilməyəcəm. Mənə dedilər, nə olar, çox xahiş edək, 10 dəqiqə fasilə. Çay verdilər, su verdilər, mən özümə gəldim filan. Yenə də o vəziyyətə getmək üçün, yenə sən onun yaşadığını gözlərindən görüb, onu təzədən yaşamalısan. Yaşamalısan, o ağlayırsa ağlamalısan, onun dediyi fikrə, özü və onun fikri sənə çatmalıdır beynivə ki, sən onu ürəkdən deyəsən. Və onu mən təzədən deməli. Bir növü onun ovqatının səsi ilə. Bəli, bəli, onun obrazı, o ruhunu, bütün əzasına qədər onun səsində səsləndirməlisən. Və biz onu elədik. Yəni, o obrazları nəinki yaratmaq, həm də səsləndirmək insanı daxilən təmizləyir. Mən olan şeyi deyim sizə, siz 2003-cü illər falan siz də gəlib gedirdiniz həmən studiyaya o vaxtları. Samir Kərimoğlu ilə belə bir söhbət elədik. Samir də bilirsiniz də necə ilahi eşqlə yaşayan, nə cür belə əxlaqı yerində, nə cür o rejissorlardandır ki. İmam Hüseyni həddindən artıq çox sevən, ona bağlı bir rejissordur. Mən bir dəfə ona dedim ki, Samir, sənə qurban olum, mən atamdan Məhəmməd Peyğəmbər haqqında eşitmişəm, Əli haqqında eşitmişəm. Amma mən Həsən Hüseynlə bağlı mənim heç bir anlayışım olmuyor. Mən bu gecə səhərə kimi ağlamışam. O dedi ki, bir genetik yaddaş var, qan yaddaşı var. O çətin şeydir, doğrudan da çətin şeydir. Biri var, tanınmış bir kimisə oynayırsan, qrimlə falan düzəltdin, elədin. Biri də var ki, hər kəsin qəlbində, hər kəsin təsəvvüründə, hər kəs öz təsəvvürü ilə formalaşdırmış bir şəxsiyyət oynayırsan. Bu görməmişik heç birini, amma illər boyu bizə həm istər elmlə, kitabla, mariflənməklə, istər nənələrimizin, babalarımızın, mənim yadımdadır ki, məsələn, mənim nənəm, Allah cəm ölənlərə rəhmət eləsin. Allah rəhmət eləsin. Ulu nənəm, anamın nənəsi idi. Mən dilim söz tutmayan vaxtda mən kəlmə şəhadətlə yatmışam. Nənəm deyib təkrar eləmişəm. Nənəm deyib təkrar eləmişəm. Mexaniki surət. Hə, kəlmə şəhadətin özü də nənəmdə bir başqa variantı var idi. Deyib qutarandan sonra keçirdi Azərbaycan dilində deyirdi ki, yataram sağıma, dönərəm soluma, yataram ya Allah, duraram inşallah, durmasam la iləhə illallah, mələkələr şahid olsun imanıma, dinimə, belə şeylər var idi. Gənclik illərində heç ağlıma gəlməzdi ki, bir dəfə elə olacaq ki, mən özüm də nənəm kimi namaz qılacağım. Çünki mən gözümü açmışdım. Nənəm həmişə bir dəfə məni hətta qəzetə vurmuşlar məktəbdə, 199 nömrəli məktəbdə ki, nənəsi ilə məscidə gedir. Mənim üçün o vaxt doğrudan da bir şey, nənəm namaz qılırdı bizdə, ibadət eləyirdi. Heç vaxt ağlıma gəlmirdi ki, mən özüm namaza gələcəyəm. Və məni Allah Taala namaza gətirdi. Necə istərdiniz namaz qılmağı? Çox... Həyatınızda nəsə baş verdi? Hə, verdi, baş verdi. Ən çox istədiyim yeganə anam amneziya xəstəliyinə tutuldu. Bir gün evdən çıxdı, biz də bağdaydıq. Oğlumu mən aparırdım müalicəyə, dəniz qırağına yod udmağa, asma idi, bronkial asma. Anam çıxdı evdən qayıtmadı. Onda var idi o... Amneziya, demensiya deyirlər də, yavaş-yavaş yaddaş pozulur. Mən uşağı göndərdim ki, uşağın da 10 yaşı vardı. Dedim, get bax gör, nənə haradadır? Gəldi ki, nənə heç yerdə yoxdur. Bir gün ondan qabaq getmişdi, gəldi, dedi ki, mən səni bağışlayıram. Yuxuda da anamı görmüşəm. Sən mənə axır vaxtlar pis rəftar edirsən. Mən də heç, yəni deyirdi. Onda artıq qara basmalar var idi. Mən qulaq asmırdım. O da onu pis qiymətləndirirdi. Mən çıxıb gedəcəm anamın yanına deyirdi. İtdi. 3 gün mən polisə müraciət elədim, polis dedik, axtarışa vermişik və s. Zəng elədim qonşuma, o namaz qılan idi. Məşəddə də mənə canamaz bağışlamışlar. Mən də gəldim Kəmaliyə fəxr edim ki, mənə 1-ci diplomu verdilər Məşəd ziyarətçisi kimi və dedilər ki, biz sizinlə fəxr eləyirik və siz, Allah sizi görüncə sevir ki, özü gətirdi də sizi bura Məşədə. Yəni filmlə əlaqədar bizi çağırmışdılar.
Mənə canamaz bağışladılar. Dedi, sən yalancı məşədisən. Deyirəm, nə üçün yalancı məşədi? Namaz qılmırsan. Sən namaz qılırsan bəyəm. Onu hanı canamaz? Dedim, şkafda. 3 il qaldı o şkafda. Amma deməli mən Kəmaləyə zəng elədim. 3 ildən sonra baş verdi deməli bu hadisə. Anam itdi. Zəng eləm ki, Kəmalə, anam gəlsə, biz burada məni qoymurlar çıxmağa. Polislər deyir ki, tapacaqlar, gətirəcəklər. 2 gündür deyirlər, hələ gətirməyiblər. Anam gəlsə, deyirlər ki, bağda saxla, mənə zəng elə bu nömrəyə, mən gəlim. Dedi, ay Həmidə, o artıq o dərmanların təsiri, Ağabəyin verdiyi dərmanların təsiri altında. 2 cümləni düzüb qoşa bilmir. O necə tapıla şey eləyəcək, gələ bilər. Dedim ki, amma sən saxla, sən deyir Allah, deyirəm anam tapılsa, mən namaz qılacağam. Dedi, sən Allahla şərt kəsirsən. Sən şərt kəsmə Allahla. Namazını qıl da. Mən də getdim şəhərə, mindim taksiyə, getdim şəhərə. O canamazı axtardım, tapdım. O Məşəddə Səidə ilə oxuduğum 2 rükət Məşəd namazını oxudum, ağlaya-ağlaya. İndi deyirəm, ay Allah, qurban olun, 3 gündür anam gedib. Bilmirəm, mənə anam itib, sərzi gün mənə xalq artisti verdilər. Hamısı zəng edir, təbrik edir, mən ancaq şaxsaya-baxsaya gəlib, ağlayıram. Yəni mənim gözüm bir gözümdə, heç gözümdə deyil, heç nə. Və həmin gün mən anamı tapdım. Həmin gün mən çıxdım axtarışa, özüm tapdım anamı. Xəstəxanada. Ondan sonra namaz qılıram. Allah qəbul edir. İndiyəcən Allah qəbul namaz eləsin. qılıram. Yəni, çox sağ olun. Dediyim odur ki, Allah Teala hər birimizi sınağa çəkir. Və doğru yola çəkir. İstədiyi, sevdiyi bəndələri çəkir doğru yola. Ağır sınaqdan sonra. Yəni, heç ağlıma gəlməsi bir gün mən, indi artıq neçə ildir mən, 20 ildir namaz qılıram. Bir də mən Fatimə-i Zəhraya qayıtmaq istəyirəm. Doğrudan da gözəl nümunədir. Hətta şiddət görüb. Yəni, bəzi mənbələrə görə ölümü də ona görə gizlədilir. Gecə vaxtı dəfn olunub. Son Peyğəmbərimizin, Məhəmməd Peyğəmbərimizin Xədicə xanımdan olan qızıdır. Yoldaşı Əli ibn Talib, İmam Hüseynlə İmam Həsənin Xanım Zeynəbin anasıdır. Xanım Zeynəbin anasıdır. İmam Hüseynin üzüyünü hələ... Bunun da ayrı tarixçəsi var. İndiyəcən barmağımdadır. Yəni, Allah Teala bizi sınağa çəkməsə və bu cür gözəl nümunələr xanım Fatimə-i Zəhra kimi, yəni hər bir qadın bir nümunə götürəcək ondan. Xanım Fatimə-i Zəhra elə bir xanım olub ki, bütün xanımlar, onun ətrafında olanlar onun yolunda ölümə gedərdilər. Bax, belə Vallahi indi nümunəvi... əsrlər keçib, indi də gedər. Amma indi də gedərlər. Yəni, o cür qadın haqqında bir, heç olmasa sənədli film çəkilsin. İnşallah. 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 Buyurun siz də Ümid öz eləyirik. fikirlərinizi. Mən üçün xoş oldu. Biraz aydınlandım. Həmidə xanımın ibadət elədiyini bilmirdim açığı. O da mənim üçün bir yeni xəbər oldu. Nə yaxşı ki, həyatımızda gözəl nümunələr var. Nə yaxşı ki, doğrudan da onlardan öyrənəcəyimiz və doğru istiqamət, işıqlı yol gedə biləcəyimiz şəxsiyyətlər var ki, biz onları özümüzə nümunə bilirik. Mən hər ikinizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun bu gözəl diskusiyaya görə. Maraqlı bir tandem yarandı burada. Ən gözəl nümunəyə baxırdınız. Sağ olun, sağlıqla qalın.